bizim duyğularımızın, bizim emosiyalarımızın, bizim o hisslərimizin əsas mühüm funksiyalarından biri bizim həyatımızda bizə nə istədiyimizi və nəyi istəmədiyimizi anlatmasıdır. Yəni əslində biz duyğularımıza daha dəqiq nəzər yetirsək, bu zaman bu duyğular əslində bizə bunu deyir ki, sən nəyi istəyirsən və nəyi istəmirsən. Bunun üçün bir misal qeyd eləmək istərdim. Məsələn deyək, bir sevdiyimiz insan dünyasını dəyişir və bu zaman insanda təbii ki, kədər deyilən bir hiss, bir duyğu və bir emosiya yaranır. Bu kədər hissinin yaranması bizə nəyi deyir? Yəni mən istəmirdim bu insan dünyasını dəyişsin və istəyirdim ki, hər zaman həmin şəxs mənimlə birlikdə olsun. Yəni həm burada mən nə istədiyimi və həm burada mən nə istəmədiyimi həmin kədər duyğusu vasitəsilə almış oluram.